Əminəm ki, bu görüntüləri hamınız izləmişsiniz. Çünki artıq neçə gündür sosial şəbəkələrdə məhz bu görüntülər müzakirə olunur. Bir nəfər yardım aparır bir kasıb ailəyə. Yardımı aparır, amma yardımı geri qaytarır. Səbəb də olur ki, güya onun verdiyi yardımı qapının ağzında dayanan kasıb anamız yerə qoyur. Bəlkə heç qoymağa başqa yer də yoxmuş, ona görə yerə qoyur. Amma söhbət onda deyil. Daha sonra yardımı qaytarır. Aradan bir müddət keçir, yardımı yenidən aparır və bildirir ki, yardımı gətirmişim, götürə bilərsiniz. Ana da əlacsızlıqdan götürür. Bu görüntülərdə bilirsiniz nə var? Birincisi, bir insanın nə qədər əlacsız ola biləcəyi var. İkincisi, bir insanın digər bir insanı, daha doğrusu kasıbı nə qədər əzə biləcəyi var. Üçüncüsü, kasıb insanın bir tikə çörəyə möhtac insanın nə qədər əlacsız vəziyyətdə olması var. Bəli, təəssüflər olsun ki, bugün bəzi insanlarımız bir tikə çörəyə möhtacdır. Elə bir tikə çörəyə möhtac olduqları üçün də bax belələrindən, əqidə və vicdan yoxsullarından yardım almağa məcburdur.